Hər vaxtınız xeyir olsun. Rekord TV'nin efirində siyasi kod verilişindəsiniz. Bugünkü qonağım tədqiqatçı jurnalist Azər Həsrətdir. Azər bəy, xoş gördük sizi. Xoş gördük. Biz çoxdanın tanışlarıyıq, dostlarıyıq. Bəli. Ancaq yanılmıramsa siz heç vaxt mənim belə müsahibim olmamısınız televiziyada. Mən də xatırlamıram açıq. Mən də xatırlamıram. Deməli, hələ qocalmamışıq. Azər bəy, son vaxtlar daha çox gündəmə gəldiniz dinlə bağlı fikirlərinizlə. Mən elə qəsdən siyasi kod verilişinə sizi qonaq çıxardım ki, düşünürəm ki, din də əslində bir siyasətdir. Bunu siz bilməmiş deyilsiniz. Əlbəttə. Hamımızdan da yaxşı bilirsiniz. Yox, o qədər nədən qaynaqlanır bu? İndiki zamanda, indiki devirdə, bu dünyanın çalxalandığı bir vaxtda, bölgənin çalxalandığı bir vaxtda, Azər Həsrətin İslam dini ilə bağlı hətta çağırış səviyyəsində olan fikirləri qənaət bəxşdirmi? Özünüz bir düşünürsünüzmü ki, mən nə etmək istəyirəm? Təşəkkür edirəm birincisi dəvətə görə və müsahibə imkanına görə. Həqiqətən də normal, aydın insanlarla bu cür söhbətlər eləmək şəxsən mənim ürəyimcədir. Çünki sizin qeyd etdiyiniz məsələ bir həftədən çoxdur yayımlanıb və onunla bağlı təbii ki, çox saylı yüz minlərlə reaksiyalar var. Özü də Azərbaycandan daha çox qardaş Türkiyədə reaksiyalar var. Siz təsəvvür edə bilməzsiniz, hətta Twitter hesablarında, X hesablarında həqiqətən də heç tanımadığım adamlar, qruplar, qurumlar cürbəcür mənim videomu paylaşırlar və onun altında müxtəlif şərhlər yazılır. Sizi bəlkə də təəccübləndirəcək, tamaşaçıları da təəccübləndirə bilər. Təsəvvür edə bilməzsiniz ki, əksəriyyət mənimlə razıdır. Və bilirsiniz mənə nə deyirlər? Şəxsimə yazırlar, zəng edənlər var, ondan savay sosial media üzərindən yazırlar. Çoxlarının düşünüb dilə gətirməyə cəsarət etmədiyini siz dilə gətirmişsiniz. Və bunlar azlıqda deyil. O dindar, özünə dindar deyən, yaxud mənim belə bir ifadəm var, sosial mediada yazmışdım. İslam dinini məndən müdafiə etdiyini sananlar var. Onlardan mənim fikirlərimlə həmfikir olanların sayı heç də az deyil. Əksinə çoxluqdadılar. Sadəcə olaraq bir kəsim var ki, onlar ortalığı elə qaranlığa bürümək istəyirlər ki, yəni qarışdırmaq istəyirlər. Bax, qısa demək istəyirəm də, yəni yəqin başqa suallarınız da olacaq. Məsələn, məni təəccübləndirmədi bu dindar deyilən kəsim. Əslində bunlar psevdo dindardır, əsl dindar deyil. Əsl dindarlar belə davranmalı deyildilər. Məsələn, İslam dini, mən bunu izah edirəm də, özüm üçün də. Bilirəm, sizin fikirlərinizdən tanışam ki, Quranda da bu məcburiyyət yoxdur. Əxlaq məsələsidir, ədəb məsələsidir. Bunları mən dinləmişəm. Amma mən sualıma cavab istəyirəm, Azər bəy. Mən istəmirəm sizin digər aparıcılara verdiyiniz suallardan verdiyiniz cavablardan tamaşaçılarımızı yoraq. Nə mənim suallarımı yorsun, nə sizin cavablarınız. Çünki onlarla tanışdılar, yəqin ki. Mən istəyirəm ki, bax, mənim sualımı istəyirəm dönək. Belə bir zamanda bu sizə nə verir? Bu Azərbaycana nə verir? Bu xalqımıza nə verir? Azərbaycana deməyək, çünki Azərbaycan, əlbəttə ki, bu Azərbaycanı təmsil etmə səlahiyyəti, hüququ olan şəxslər başqadır, mən deyiləm. Mən bir ictimai, siyasi, eyni zamanda... Məhz ictimai, siyasi xadimsiz. Bəli, yəni fəal insanam, xadim biraz böyük çıxar bəlkə. Nə verir? İran, İsrail, Amerika Birləşmiş Ştatları müharibəsi fonunda bunun dilə gətirilməsi şəxsən mənim üçün təsadüf deyil və təsadüfən bunu dilə gətirmirəm. Niyə? Qardaş Türkiyə gündəmini yəqin siz də izləyirsiniz. Azərbaycanda ümumiyyətlə hətta Türkiyənin özündən çox bizim insanımız Türkiyə gündəmini izləyir. İzah edirsən ki, dininlə işim yoxdur, olsun, İslam. Bu yəni bizim Azərbaycanın da, Türkiyənin də dinidir, toplumun dinidir. Amma arada bir kitab da oxuyun. Arada bir sorğuluyun, arada bir beyninizi işlədin. Yox, olmaz. Nə baş verir? İsrail İrana müharibə eləyir, Amerika Birləşmiş Ştatları. Bu, mən açıq demişəm bunu. Bu bir təcavüzdür. Bu xarici təcavüzdür İrana. Bunun adı budur. Mən İranı təbii ki, həmişə tənqid etmişəm, bugün də edirəm. Amma buna görə Azərbaycana yüklənməyin adı nədir? Yəni İsrail İrana hücum edirsə, niyə Türkiyədə bəlli bir kəsim Azərbaycana yüklənməli? Yox, burada İslamın rolu nədir? Ona gələcəm. Ona cavab oradadır. Siz nəyə görə deyək ki, milyonlarla insanın inancına belə deyək. Cavab oradadır İlham bəy. Cavab oradadır. Yürüş eləyirsiniz. Bəli, cavab oradadır. Və mən o adamların bir qismi ilə muhatap olmuşam türklər demişkən. Danışmışam, izah etməyə çalışmışam ki, siz niyə Azərbaycanın üstünə gəlirsiniz? Fələstinə İsrail hücum edir Azərbaycanın üstünə. Deyirəm, biz niyə Fələstinin yanında olmalıyıq? Deyir ki, müsəlman olduğumuza görə. Deyirəm, tamam.
Qarabağ işğalda olanda Fələstin niyə mənim yanımda değildi? Aydındır bunlar. Yaxud Qarabağ işğalda olanda İran niyə mənim Aydındır. yanımda? Azər bəy, axı burada biz anlayışları yəqin ki, dəyişik salırıq. Mən istəyirəm bu sualları sizə verim ki, sonra mənim də deyək ki, o ürəyimdə qalan sualları deməyim ki, ay Azər bəy, niyə mən bunu sual vermədim? Məsələ nədir? Özünüz deyirsiniz ki, bu adamlar psevdo müsəlmanlardır, İslam'a yalandan deyək ki, tapınanlardır filan bəhmən. Amma siz axı birbaşa açıq deyirsiniz ki, mənim babam, deyək ki, babalarım, türk babalarım at çapanda heç onda Məhəmməd Peyğəmbər yox idi və dini yox idi. Bəli. İndi biz qalmalıyıq, qayıtmalıyıq əvvələ və at çapmalıyıq. Yox. Bu bir xalqın, bir millətin bir inkişaf tarixi var. Bu at da çapıb, imperiyada qurub, məğlub da olub, qalib də gəlib. Bəli. İndi bir müstəqil bir dünyəvi bir dövlət qurub. Doğrudurmu? Bəli. Və siz deyirsiniz ki, sizin dediğiniz biraz da irqçilik açığı notları var. Millətçilik deyil, irqçilik deməyək, çünki irq yox, sizdə məhz irqçilik gedir. Yox, çünki çox sərt o danışırsınız. millətçilikdir. Bəli, sərt danışıram. Bəli, mən milli kimliyimlə qürur duymuşam. Bunu heç vaxt gizlətməmişəm. Və ümumiyyətlə siz fikir verirsinizsə, mən Azər Əsrət həmişə çıxışlarımda, müsahibələrimdə Xaçmaz rayonunun Dədəli kəndindən olduğumu vurğulayıram. No, aydındır, hər kəs öz yerindən, yurdundan. Amma adamlar var ki, ortalıqda dolaşırlar. İctimai siyasi xadimlər, jurnalistlər, məşhur adamlar var. Mən onların haralı olduğunu öyrənə bilmirəm. Yox, bizim nəyimizə lazımdır, insandır da. İndi haralıdırsa özü bilər. Adam təkidlə gizlədir. Bu məndə şübhə yaradır. Bunun bax sizin çıxışlarınızda mən mahiyyətini anlamağa çalışıram. Yenə də sizə deyirəm. Siz deyirsiniz ki, türklərin başına gələn ən böyük bəla İslamdır. Bəli. Doğru mu? Ən dəhşətli bəla demişəm. Ən dəhşətli bəla İslamdır. Və izah edeyim. Yox, izah eləyin təbii ki. Mən izahı sizdən soruşacağım. Bu biraz mövzu uzana da bilər. Amma hər halda mən sizdən bir konkret cavab istəyirəm. Axı nəyə görə bu belə düşünürsünüz? Deyirsiniz çuvaşlarla müqayisə eləyirsiniz, sonra xristian türklərlə müqayisə eləyirsiniz ki, onlar güya ki, üzr istəyirəm, xristian türklər özlərinə dövlət mi qurubmu ki? Siz onlarla deyirsiniz. Məsələn, Qaqavuzlar dövlət qura biliblərmi? Yox. Azərbaycan türkləri İslama görə mi qurmuş? Yox, İslama görə söhbət ondan getmir. Sadəcə olaraq Azərbaycan türklərinin deyək ki, və ümumiyyətlə müsəlman türklərin İslam ayrılmaz bir mənəvi hissəsidir artıq. Bu əsrlərlə sürüb gəlib. Biz bunu insanlarımızın ürəyindən, qəlbindən çıxara bilmərik. Fanatizm öz yerində. Mən indi burada üzr istəyirəm, sizin yerinizə danışmaq istəmirəm. Psevdo müsəlmanlıq öz yerində. Yalandan İslama biət eləyib, müsəlmanam deyib, yalanını. Bunlar ayrı. Amma bunun əvəzinə siz İslam dininə qarşı hücuma keçmək. Bu nə deməkdir? Siz kütlənin, xalqın özünə müsəlman deyən mömin müsəlmanların qəzəbinə tuş gəlirsiniz. Bunu anlayırsınız. Məsələ ondadır ki, gerçək müsəlmanların heç birisi əsəbləşməyib. O sizə elə gəlir. Yox. O qədər adamlar mənimlə əlaqə saxlayıblar. Və hətta bu günün özündə də zəng edənlər olub. Siz mənə nə deyirlər? Sən Allah biraz ehtiyatlı ol, bu tayfa biraz təhlükəlidir, sənin başını kəsərlər, səni bıçaqlayarlar. Niyə bax, hətta müsəlmanların özündə belə o düşüncə var ki, o kəsim məni bıçaqlaya bilər. Mənim başımı kəsə bilər. Niyə? Niyə müsəlmanlar özləri də hətta belə düşünür? Hətta mənə rəğbəti olan müsəlmanlar niyə belə düşünürlər sizcə? Deməli, onlar siz deyən kimi Quranı bilirlər və Quranın sevgi, İslamın sevgi dini olduğunu qəbul edir. Amma siz də İslamı kökündən baltalayırsınız. Tamam da mən bir söz demişəm. Demişsinizsə deməlisiniz ki, onu deməli deyildir. Yox, deməliydim və demişəm. Amma tutaq ki, mənim fikrim səhv ola bilər. Heç kim mükəmməl deyil, düz deyilmi? Yəni mən bəlkə səhv etmişəm. Sizə görə də, yaxud başqasına görə. Yaxud da ki, bilgisizəm bəlkə. Bir şey deyirəm. Sən axı müsəlmansan. Sənin kitabına görə, Qurana görə. Sən təmkinli, səbirli olmalısan. Anlayışlı olmalısan. Sən anlamayana anlatmalısan uyğun bir dildə. Zorlama. Bütün insanlar eyni deyil. Bax, sağ ol. Niyə? Bəs İslam dini niyə tərbiyə eləmir bunları? Siz bütün müsəlmanlara deyə bilməzsiniz ki, üzr istəyirəm, sünnət olunan insanlar hamısı müsəlman deyil. Deyil. Yahudilər zaten aydındır, bu öz yerində. Amma müsəlmanlıq düzür istəyirəm tamaşaçılardan sizdən tək sünnətlə ölçülmür axı. Bunların içində də nadanı var, cahili var. Bütün əsrlər boyu bizim klassiklərimiz və siyasətçilərimiz də olub. Bunlarla mübarizə aparıb. Amma heç kim sizin kimi deməyib axı ki, deyənlər də cəzasını alıb.
Mən sizi burada Mirzə Fətəli Axundov, nə qorxuduram, nə bir yox, misal üçün deyirəm də, Mirzə Fətəli Axundovun meyidi ortada qalmışdı. Yox, o yalan söhbətdir, mən inanmıram. Deyirlər hər halda. Yox, deyirlər o yalan söhbətdir. Amma Mirzə Şəfi Vazehin də bir sözü var. Qafqazlı Şeyxülislam Mirzə Fətəlinin yaxın dostuydu və Mirzə Fətəli Axundov nə də olmasa Çar ordusunun polkovniki idi. Ona bir dənə molla çağırıb onu dəfn etmək əsnasında oğlunu gözləyirdilər. Bu yalan söhbətdir. Hər halda Şeyxülislam özü gəlib onun cənazə namazını qılardı və dəfn eləyərdi. Heç qılmasaydı nə olacaq? Təbii, çünki Mirzə Fətəli deyib ki, necə istəyirsiniz dəfn edin. Yəni o dünyaya qəbul mü etməyəcəkdilər? Bu başqa söhbət. Siz nəyə görə mən bayaqları xüsusi vurğuladım? Bəli, mən sizi ictimai siyasi xadim kimi, fəal da, xadim də fərqi var ki, xadim fəal deməkdir. Fəalsız. Hətta xadim daha... Xadim biraz ağır ifadədir. Olsun, olsun. Mən sizi elə qəbul edirəm. Çünki nəyə görə deyirəm? İllər əvvəl bir şair dostumuz haqqında bir yazı yazmışdım. Bu yaxınlarda da yubiley oldu. Allah can sağlığı versin. Və bəzi yönlərini tənqid eləmişdi. Mənə dedilər ki, nə olsun, filan şair də bu məsələləri yazıb da. Dedim, yox, filan şair prezidentliyə namizəd olmayıb. İndi siz millət vəkilinə namizəd olmuşsunuz. Siz siyasi bir fəaliyyətlə məşğul olmuşsunuz. İndi də müəyyən qədər. Əslində indi də siyasətin içində, kənarda deyil. İndi əvvəlki kimi deyil, müəyyən qədər. Axı sizin fikirləriniz, hörmətli Azər Həsrət, insanlar tərəfindən ciddi qəbul olunur. Siz ciddi adamsınız. İnsanlar sizə ciddi baxışla baxırlar. Siz emosional şəkildə nəyisə deyib sabah demək ki, tutaq ki, mən səhv eləmişəm, elə adam olmamalısınız da deyilsiniz. Dedi ki, tutaq ki da. Mən onu istəyirəm sizdən bir müzakirə eləyək. Nəyə görə Azər Həsrət o fikri deməlidir? Axı Azər Həsrət yaşınız da elə deyil, ağsaqqal da deyilsiniz, deyəm ki, siyasətdən çəkilib getmişsiniz, artıq bir fikir adamısınız, fikir babasısınız. Hələ bu tezdir. Sizin bir siyasi gələcəyiniz ola bilər, karyeranız ola bilər. Nəyə görə siz dövlətin konstitusyon əsasına siz, üzr istəyirəm, zərbə vurmuş olursunuz? Məsələn, mən sizə deyim, Azərbaycan müsəlman ölkəsidir. İslam ölkəsi deyil təbii. Müsəlman ölkəsi. Doğrudur mu? Müsəlman ölkəsidir. Azərbaycanın dini dövlət deyil təbii. Azərbaycanın neçə faizi deyək ki, şiə 60-65 şiə statistikasına aparan cəmaətidir, belə deyək. Azərbaycanın oğulları Allah əkbər deyib döyüşə gedirlər. Bəziləri. Oğulları deyək də, oğulları nə dəxli var ki? Nə dəxli var ki? İndi mən demirəmsə deyənlər var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mübariz İbrahimov bir Allah sevgisi var idi içində və vətən sevgisi var idi. O da ona görə getdi, şəhid oldu. Vətən və Allah sevgisinə görə. Doğrudurmu? O mübarizlə bağlı bir... Sonra deyək ki, Azərbaycanın prezidenti əlini deyək ki, Qurana basır. And içir. Bilirsiniz, Quranın altından keçir bizim əskərlərimiz filan. Yəni bu İslam Azərbaycanın mənəviyyatında yer eləmiş bir dünya görüşüdür, dindir. Biz bunu insanların qəlbindən belə sizin kimi söküb ata bilmərik. Söküb ata bilməzsiniz. Bundan siz odla oynayırsınız. Niyyətim də yoxdur mənim. Mübariz İbrahimovla bağlı qeydimi eləyim, sonra keçək olaraq. Mübariz İbrahimov həqiqətən də bizim əziz şəhidimizdir. Vətən torpaqları uğrunda canını fəda etmiş, özü də uf demədən fəda etmiş bir şəhidimizdir. Onunla bağlı şəhid olandan sonra milli qəhrəmandır həm də. Belə bir durum müşahidə etmişdim. Ona görə məndə bəzən bu dinlə bağlı suallar yaranır. Mübariz dindar ola bilər, seyid ola bilər. Mübariz, mən tanımıram onu da şəxsən. Bəlkə siz də tanımırsınız. Yox, mən də tanımıram. Yəni sağlığında cavan oğlan idi, ruhu şad olsun, bəli. Əlbəttə ruhu şad olsun. Yəni igid oğlan idi. Bunlar, amma onun evində olmuşam. Yəni getmişəm ora. Ziyarət eləmişsiniz, bəli. Yəni sözüm nədədir? Mübariz şəhid olandan sonra sosial mediada onun adına hesablar açılırdı. Onun şəkli ilə yaxud. Və bir dəfə mən Facebookda gördüm ki, bir Facebook hesabıdır, Mübariz İbrahimovun şəkli altında. Yatır durur, Azərbaycan dövlətini hədəfə alır. Əbləhlər var da. Əbləh yox. Mən oraya yazdım ki, var. Siz Azərbaycan üçün canını fəda etmiş bir adamın şəkli altında gizlənib, mənim dövlətimə dil uzada bilməzsiniz. Onun nə İslama dəxli var, nə müsəlmanlığa dəxli var. Ola düşməndir. Düşməndir, əlbəttə. İndi məsələ ondadır ki, Azərbaycanda kərimə dövləti qurmaq istəyənlər kim idi? Nadanlar idi təbii. Amma istifadə edənlər idi. Bugün o Talib Arzadə adlı adamın tərəfdarları özlərinə Azərbaycan İslam Birliyidir, hərəkatıdır, nədir deyirlər. Onlar kimdir? Valla məhkəmə materiallarla tanış deyiləm mən, amma əgər Azərbaycan qanunlarının Azərbaycan məhkəməsindən həbs olunubsa, deməli hansısa günahı və yenə də qanun pozuntusu var. Altında adamlar bu işlə məşğuldular.
O adı altında. Ondan savayı, bax, bir balaca nəsə hərəkət eləyirik də. Azərbaycan dövləti neytrallığını qoruyur İran məsələsində. Düzdür, biz arzu etmirik ki, İranda müharibə olsun. Şəxsən mən də. Nəinki neytrallığını qoruyur, İrana yardım edir. Humanitar yardım edir. Yəni müharibədə iştirak edir. Hərçənd orada əhalinin 50% bizim soydaşlarımızdır. Hələ onu bir yana qoyaq. Siz demişkən, insanlar eyni məzhəbdəndirlər. Dini bir yana qoyuram. Şiə məzhəbindəndir. Təbii ki, burada bir həmrəylik, həmkarlıq olmalıdır. Amma nə baş verir? Biz İrana dost əli uzadırıq. İran üstümüzə nə ilə gəlir? Naxçıvanı vurur. Deyir, yox, vurmamışıq. Onu qoyduq qırağa. İkidə bir durur ki, siz siyonistlərə xidmət edirsiniz. Azərbaycan dövləti siyonist rejiminə xidmət edir. Bizim orada Güneyli qardaşlarımız deyir ki, orada yəni düşmənlər. Düşmən deyil də. Yəni sözümün canı odur ki. Buna görə İslamı nişancaha almaz, olmaz. Mən belə düşünürəm. Bax, bunun başında duran adam kim idi? Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücumunun birinci günündə öldürdüyü Seyyid Əli Xameneyi. Onun tərəfdarlarıdır bunu deyən. Və siz buna görə deyirsiniz ki, türklərin başına gələn ən böyük bəla İslamdır. İndi keçirəm Türkiyəyə. Türkiyə yox. Bax, deyirsiniz ki, türklərin başına gələn ən böyük bəla İslamdır. Məhz buna görə deyirsiniz. Əlbəttə ki. 2-3 dənə nadan və yaxud 10-15 nadan, 100 dənə, 200 dənə, 10 min dənə nadan bu şeyləri deyəcəksə, türklərin başına gələn ən böyük bəla İslamdır. Danışırıq İlham bəy. Yenə deyirəm, bunun İslama dəxli varmı? İndi izah edeyim necə dəxli var. O öldü getdi, Xameneyi. Siz bir dəfə eşitdiniz ki, o desin ki, Qarabağ Azərbaycan torpağıdır. Yox, eşitməmişəm. Mən də eşitməmişəm. Amma ona sual vermişdi jurnalist ki, Qarabağ kimindir? Demişdi ki, Qarabağ xakə İslam əst, İslam torpağıdır. Bunların ali dini rəhbəridir. Azərbaycanda da onun ardıcılları var özdə, nə bilim milyonlarla bəlkə də. Yəni, bax bu bəladı deyil. Yox, niyə nə deyirəm? Kimlərin süzbatından ümumi bir İslam adınadır. Xalqın, yox, İslam adınadır. Görürsünüz, demirsiniz İslamdır. Xalqın yəni çox əsirlik bir inamına, artıq bir mənəviyyatına çevrilib mən düşünürəm. İslam Azərbaycanın. Və mən hətta sizə bir şey deyim Azərbaycan. O barədə də fikrinizi istəyirəm öyrənim sizdən. Mən Elşad Miri ilə də razı deyiləm bəzi məsələlərlə. Elşad Miri dostumuzdur. Bəzi şeylər çox aydın fikirlər söylüyor. Mən izləyirəm onu. Mən də izləyirəm. Dostumuzdur. Elə bu studiyada bir dəfə qonağım olub. Gərək yetişib artıq gərək bir də çağırım onu qonaq kimi. Azər bəy, məsələn mən düşünürəm ki, əgər hansısa demək ki, insanlar bir ağaca bir əski bağlayıb, bir parça bağlayıb, inamını, ümidini ona bağlayırsa, ona da düşünürəm toxunmaq olmaz. Mən belə düşünürəm. Yəni bu seçim. Seçimdir. Doğrudurmu? Daxili əslində tanrıçılıqdan, şamanizmdən gəlmə məsələlərdir. Bunlara da İslam çünki bizdə sırf siz deyən kimi də belə o əvvəlki formasında da qalmayıb. Biraz bizim o əvvəlki amma bir kesim var ki, əvvəlki formasını saxlamaz. Olmaz, təbii. Tanrıçılıqla filanla qarışmış bir formada. İnsanlar da inanır filan kəsə, gedir yanında düşünür ki, onun duası müstəcab olacaq. Qoy getsin. Biz ona deyək ki, belə tam da lənətləyə bilmərik ki, gedirsən. Buyurun. Bax, siz də, mən də, istənilən adam da, istənilən dinə sitayiş edə bilər. İstənilən məzhəbin ardınca gedə bilər. Təriqətə qoşula bilər. Hətta Türkiyədə olduğu kimi cəmaatlara qoşula bilər. Olsun, işim yoxdur. Əgər bu qoşulmalar, bu ardıcıllıqlar bütünlükdə toplumun zərərinə deyilsə, başqa insanlara zərər vermirsə, mən orada susuram. Çünki bu bunun seçimidir. Getsin. Gedib Kəbədə, məsələn, o daş binada Kəbədə gedib ziyarət olunur, həccə gedirlər. O binanı öpən var, əlini sürtən var, o şeytana daş atırlar, belə 1400 ildir deyirlər də. Yəni, indi sual verəcəm ki, bu 1400 ildir o qədər daş hara gedir? Deyirlər ki, onu satırlar, neyinirlər, mən bilmirəm. Yox, ondan savayı, ümumiyyətlə, bütün hər şey Allahın əlində deyilmi? Bütün hər şey Allahın iradəsinə tabe deyilmi? O şeytan kimdir onda? Necə çıxıb ortalığa? Ondan savayı bir dənə də sual verirəm. Yəni, o özümə verirəm. Ayinlərdir da, indi. Yəni, baxın, mən və siz bütün hər yaradılmış Allahın yaratdığı deyilmi? Qurana görə elədir də. Hər şeyi Allah yaradıb. Canlını da, cansızı da, yeri də, göyü də, suyu da və s. Tamam, o zaman məni də Allah yaradıb da, düzdürmü? Qurana görə. Dinə görə Allah yaradıb. İndi mən belə danışıramsa, Allah belə istəyir, mən də belə danışıram da. İndi hansısa ömründə bir kitab oxumayan adam məni niyə təhdid eləməlidir? Həyat da olur da elə şeylər. Niyə eləməlidir də? Özdə bu bir nəfər deyil, 3 nəfər deyil, 5 nəfər deyil.
Bəzən baxırsan yüzlərlə, minlərlə adamdır. Bunları idarə edənlər var. Kimlər marağındadır ki, cəhalət ayaqda tutulsun? Din başqa şeydir, cəhalət başqa şeydir. Bax, ayrı-ayrı dinlər var. Yahudilərin də dini var da. Yahudilərlə gəlin özümüzü müqayisə edək. Yahudilər bizdən, bizim o fanatik dindarlardan qat-qat fanatikdilər. Öz dinlərində. Onlarda da bölünmə var. Bölünməni qoyuluraq. Yahudilər radikalları var. Həqiqətən də çox fanatikdilər. Həddən artıq. Dinə çox bağlıdırlar. Amma o din yerindədir. Yahudilər bütün dünyada elmin önündə gedirlər. Tərəqqinin önündə gedirlər. Biz gəl müqayisə eləyək. İran bu dəli müharibədə hücum olunan tərəfdə təcavüzə məruz qalıb, düzdürmü? Nə ilə çıxdı Yahudilərin qabağına? O boyda İran dövləti. Bizim dövlətimiz idi o. 1000 il biz, 900 il biz oranı idarə eləmişik. Bizim əlimizdən aldılar farslar, o günə qoydular. Başına nəyi gətiriblər? Bu günləri bir məsələ. Ümumiyyətlə, indi bunu soruşmaq biraz düzgün də deyil əslində. Məndən də soruşanda, yəni cavab verməmək sizin haqqınızdır. Dünyanın yaradışına inanırsınız və Allaha inanırsınız da siz. Bilirsiniz, təsəvvürüm bulanıqdır. Bulanıqdır. Bir mənalı deyil. Çünki sizin İslamla bağlı fikirlərinizdən həmin o bəzi ateist və yox, ateizm deyil, deist fikirləri olar. Deist deyə bilərik. Yəni mən Türkün tanrısını qəbul edirəm. İslama qədər və indinin özündə də düzdür. İndi məni hətta narahat edən bir durum da var ki, Tanrı əslində Allah deməkdir. Aydındır da təbii. Nə bilim, hər cür dildə. Aydındır da. Yəni yaradan, tək yaradan. Bax bu dəqiqə mən Tanrı deyəndə yox, günahdır, Allah deməlisən. Kim deyir onu? Deyim də sizə. Şəmistan Əlizamanlını tanıyırsanız. Tanıyıram. Dostumuz da. Təbii. Dəyərli, çox dəyərli. Bəli. Onun bir mahnısı var ya, Tanrı Türkiyə yaradı. Nəyə görə mən sizə onu izah eləyim. Getdi orada Allah Türkiyə yaradı oxumalı oldu. Oxumalı oldu deyir. Nəyə görə? Nəyə görə? Çünki o dövrdə İslamın artıq Osmanlı dövründə söhbət gedir. Buna Şəmistan Əlizamanlı izah verib, aydınlıq verib ki, orada sadəcə olaraq ssenari uyğun olaraq Allah Türkiyə yar olsun oxumalı idi və elə də oxudu. Problem deyil ki. Mən sizə heyf ki onu... Yəni bu elə bir ciddi məsələdir. Mən deyim ciddidir. Niyə? Heyf ki o sosial mediada qarşıma çıxdı. Qıpçaqların bir sənədi vardı. Müsəlman qıpçaqların. Orada özü də Şəmistan Əlizamanlının çəkildiyi filmin dövründən də sonraki dövrdür. Bizə daha yaxın. Orada Tanrı yazılıb. Allah yazılmır. Yox, indi filmin ssenari müəllifləri var. Filmin ssenari müəllifləri rejissoru var. Beyin yumaqla məşğul. Yox, elə deyil də. Elə deyil. Tarixi film çəkirlər. Orada o qədər təhrif var. Olaraq, indi o mən bilmirəm, orada təhrif var falan. Nəysə, biz mövzunu yəni o filmlər, qardaş Türkiyə deyə mən özü də biz də həvəslə baxmışıq o filmlərə. Deməli, yaxşı film. Amma orada beyin yuma var. Beyin yuma. Biz başa düşürük bunu. Türkiyədir. Eləməlidir. Valla biz də elə film çəkək. Problem yoxdur. Nəysə, mən bayaqki məsələyə bir də qayıdıram. Düşünürəm ki, insanlar yeri gəlmişkən Azər Həsrət rangında olan insanlar, jurnalist, deyək ki, tədqiqatçısınız, arayıb axtaransınız, filansınız, siyasətdə olmuşsunuz, indi də aktiv siyasətdə olmasanız da kənarda sayılmaram. Kənarda sayılmazsınız. Amma hər halda düşünürəm ki, siz bir siyasi, ictimai xadim kimi, siz demişkən fəal kimi bu məsələlərdə düşünürəm biraz məsuliyyətli olmalısınız. Mənim məsləhətim falanım deyil, əstəğfurullah. Mən sizə məsləhət deyiləcəm. Fikirdir. Mən belə düşünürəm. Məsələn, mən Azər Həsrətin yerində olsaydım, mən elə o cür məsuliyyətsiz fikirlər səsləndirməzdim. Səmimi xətrinizə dəyməsin. Yox, dəymir. Niyə dəysin? Səmimi deyirəm sizə. Çünki nəyə görə siz o rangı, nəyə görə siz itirməlisiniz? Nəyə görə deyək ki, mən sizin siyasi fəaliyyətinizlə tanışam. Emosionalsınız. Birbaşa ortadan kəsirsiniz. Hansı ki, burada rahat şəkildə məsələni müzakirə eləmək olar, siyasi fəaliyyətinizdə də elə olub sizin. Düzdürmü? Elə olub. Amma siz birbaşa ortadan kəsirsiniz. Düşünürəm ki, bu bir Azərbaycan türkü üçün, Azər Həsrət üçün yaxşı vəd eləmir. Yaxşı bir şey vəd eləmir. Pis olub nə olasın ki? Yox, hər halda düşünürəm ki, mən sizə bir əhvalat danışım qısa. 2001-ci ildə mən Sloveniyadaydım. Ljubljana şəhərində, Sloveniyanın paytaxtı. Gözəl bir ölkədir, yeri gəlmişkən cənnətdir. Yəni keçmiş Yugoslaviyanın bir parçasıydı da. Deməli, orada Beynəlxalq Mətbuat İnstitutunun qurultayı keçirilirdi. Yeri gəlmişkən mən o təşkilatın tarixində ilk Azərbaycanlı olaraq onun qurultayında iştirak edirdim. İlk dəfə orada, Ljubljanada.
Onda da mən artıq Bakıda Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsini qurub getmişdim ora. Və təbiidir ki, bizi orada təsdiqləməli idilər qurultayda. İdarə heyətinin bir toplantısı oldu qurultay öncəsi. Və mənə də yaxınlaşdılar ki, bəs xahiş edirik, siz də gəlin idarə heyətində iştirak edin. Çünki yeni komitə siz təqdim eləyəcəyik və s. Geniş bir zaldır, oturublar, özü də dünyanın ən aparıcı media qurumlarının rəhbərləridir. Təsəvvür edin ki, CNN, BBC, nə bilim də, bildiyiniz bütün bunlar orada. Azərəslət də kim idi onda 2001-ci ildə? Bir Azərbaycanda yeni belə jurnalistikada filan da ad çıxaran adam idi. Yəni, mən də oturdum orada. İdarə heyəti üzvləri başladılar danışmağa, çıxış eləməyə, öz ölkələrində media və s. Bunun təfərrüata varmıram. Filippinin bir qəzeti var. Filipino Star. Filippin ulduzu. Deməli, İngilis dilli bir qəzetdir. Onun baş redaktoru çıxış elədi. Onlarda da bu Əbu Səyyaf terror təşkilatı var daxı. O vaxtlar o partlayışlar İslam adına eləyirdilər bunu. Mən həmişə demişəm ki, adına eləmək İslam deməkdir. Tabii. Bu başqa şeydir. Sözü ara gətirirəm. O çıxışında İkidə bir vurğuladı ki, İslam terroru, İslam terrorçuları, İslam terroru, İslam terrorçuları. Təbii ki, orada emosiyaya yer yoxdur. Burada belə emosional olmağımıza baxmayın. Orada təmkinli davranıram. Sakit qulaq astım və növbə çatanda söz aldım. Dedim ki, icazə verin, mən də danışım. Mən təqdim eləmişdilər ki, bu Azərbaycandan gəlib ilk dəfə filan. Dedim ki, əgər kimsə bir dinin adına terror törədirsə, bu həmin dinin terror dini olması demək deyil. Dedim, siz ikidə bir deyirsiniz İslam terroru, İslam terrorçuları. Dedim, onda gəlin, İrlandiya Respublikaçılar ordusu var, Xristiyanlardır. Gəl biz də deyək ki, Xristiyan terrorçular. Deyirik mi? Demirik. Niyə? Çünki onlar hətta desələr ki, biz Xristiyanıq, yenə də bu Xristiyanlıq dini onları terrorçu yetişdirir. Budistlərdə var, falan var. Hamı da var. O cümlədən də İslamda var. Bax, bu günləri İranın Hizbullahı, o tərəfdə Həmas, Husilər, nə bilim Boko Haram Nigeriyada, hamısı İslam adına terror törədir. İndi kimsə çıxıb deyəcək ki, bu Siyonistlərin işidir, Yahudilərin işidir, nə bilim Qərb imperializminin işidir, başa düşürəm. Amma necə olur ki, Azərbaycan Respublikasında o Hizbullaha rəğbət duyan adamlar var? O Həmasa rəğbət duyan adamlar var. Onlarla asandır, onların işi asandır. Yox, mənim sözümün canı odur ki... Aydındır. İlham bəy, canı odur ki sözümün. Mən yəni İslama terror deyən adama cavab vermiş adamam. Bugün Azər Əsrət durub deyirsə ki, İslam başımıza gəlmiş ən dəhşətli bəladır. Bunun səbəbini müsəlmanlar özlərində axtarsınlar. Biz də müsəlmanlıq, biz də axtarmalıyıq. Yəni də o mənim üstümə gələnləri deyil. Aydındır. Çox sağ olun. Siz kitablarınızı mənə hədiyyə etdiniz. Deməli, bu 20 yanvar. Bəli, 20 yanvar iştirakçısıyam, yeri gəlmişkən. Moskva göz yaşlarına inandırır 96-cı il. 1996-cı ildə Rusiyada yaşayan Azərbaycanlıların hüquqlarını müdafiə komitəsinin sədri olmuşam. Və sizin əskərliyimdir. Almaniyada əskərlik çəkmişəm. Yaşantıları. Bəli. Bunları mən həvəslə əslində İlham bəy, bu kitablar bilirsiniz nədir? Bax, o 96-cı il Rusiya ilə bağlı, Moskva göz yaşları. O kitab 96-cı ilin sentyabrında yazılıb, indi çap olunub, keçən ilin noyabrında. Amma mən onun nöqtə vergülünə toxunmadan çap elədim. Sadəcə Azər Əsrəti görmək istəyən, 30 il qabaq da görmək istəyən adamlar onu oxusun. Mən tanıqlıq edirəm kitabı. 20 yanvar 1990-cı ilə aiddir. Məni o ildə, o günlərdə görmək istəyən onu oxusun. Və əskərliyim də 1986-88-ci illər Almaniyadadır. Həmin illərdə məni görmək istəyənlər oradan oxusunlar, görsünlər. Və bugünkü Azərlə müqayisə etsinlər. Bəzən mənə deyirlər, əqidəsini dəyişdi, yolun dəyişdi, filan elədi. Əflatun Amaşovun bir gözəl sözü var. O deyir ki, mən əskərliyimlə bağlı kitabı oxuyub. O deyir ki, mən bu kitabı oxudum, həmin Azər Əsrətdir. 86-cı ildən. 88-də yaşadıqlarım öz başıma gələnlərdir. Yəni mənim heç nəyim dəyişmir. Nə əqidəm dəyişmir, nə yolum, nə hədəfim. Sadəcə olaraq bəzi adamlar çox arzu edir ki, Azər Əsrət hədəfindən sapsın. Mən sapan deyiləm. Bir hədəfim var, türklük, turançılıqdır. Başqa mənim üçün hər şey gəldi gedərdi. Ona görə mən deyirəm ki, dinləri qoyaq bir qırağa. Hər kəs öz dinində qalsın. Xristiyanlıqda, buddist, şamanist, kim nə olur olsun, İslam. Hər kəs öz dinində olsun. Amma Türkiyədə bir kesim var çıxıb ki, hədəf turan, rəhbər quran.
Deyirəm ay qardaş. Turan hara, Turan hara, Quran harada, yəni olmaz belə. Başa sala bilmirik. Ona görə deyirəm ki, İslam bizim üçün ona görə problem yaradır. Yoxsa nə işim var mənim? Kim Allaha inanır, kim İslama inanır, kim Şiədir, kim Sünnidir? Mənə nə dəxli var bunu? Mənə soyuğu belə yoxdur. Amma onlar da mənə dirəşməsin ki, sən Turan qurursansa Quranla itməlisən. Mən yenə düşünürəm ki, sizin o dediyiniz o qızıl alma məsələsi deyirlər də. Bəli. Turan qızıl alma. Həmin o qızıl almaya getmək üçün yolda düşünürəm ki, o kənar maneələri falanları nəzərə almamalısınız. Çünki o ideya çox gözəl ideya. Faktorları qoymuşam qırağa, mən o ideyaya doğru o ideyaya doğru getmək lazımdır. Yolda artıq o bəzi maneələr olacaq, o maneələrə də fikir vermək lazımdır. Mənə arxamca o hürən hər itə deyir dayanıb daş atsan, sən hədəfinə çata bilməzsən. Özünüz deyirsiniz, amma dayanırsınız. Yox, dayanmıram. Mən sadəcə onları izah etmək məcburiyyətindəyim. Niyə? Çünki bir, bizi istəməyənlər var, bir də bizi çox istəyənlər var. O çox istəyənlər bəzən suallar qarşısında qalır. Onlar üçün bu şeyləri izah etmək lazım. Mən nə sizinlə özümü müqayisə eləmirəm. O böyük bir əqidə sahibi idi. Allah rəhmət eləsin. Ənvər Paşadan söhbət düşəndə həmişə deyirlər ki, Ənvər Paşa bütün, hətta mənim yazımın birində var idi ki, Ənvər Paşanın bütün səhvlərinə, həm hərbi səhvlərinə, çünki o, deyək ki, Allah Əkbər dağında o məşhur Sarıqamışda, yəni 80 min, 90 min elə bir rəqəm səsləndirilir. Türk əskəri şəhid oldu. Donub özü də. Əməliyyatı gərək o vaxtı başlamayaydı falan. Mən çox fikirlər söyləmək olar. Bizim təbii ki, o həddimizdə deyil. Amma Ənvər Paşa ilə bağlı bir yazımda sonda belə bir yekunlaşdırmışdım ki, Ənvər Paşa bütün səhvlərinə, bütün macərapərəstliyinə, Atatürk demişkən, Mustafa Kemal Paşa demişkən, rəğmən həmin o Turan ideyasına, Türk dünyasına vermək istədiyi o gələcəyə görə onu bağışlamaq olar. İndi bizim də səhvlərimiz olur. Biz də hamımız... Mən şəxsən özümü ideal insan hesab edirəm. Təbii, əlbəttə. Heç kim özünü ideal insan hesab eləmir. O mənada səhvlərimiz ola bilər. Amma əsas odur ki, siz demişkən o məqsədimiz doğru məqsəd olsun. Məqsəd də nədir? Mənim üçün Azərbaycandır. Məqsəd mənim üçün siz deyən kimi Türk dünyasıdır. Turandır və bizlə dost olan bütün insanlardır. Bəşəriyyəti sevməsən, vətənin də. Yeri gəlmişəm, 1-ci Qarabağ savaşında Qaqavuzlar bizim yanımızdaydı. Xristiyan Qaqavuzlar. Amma siz də xatırlayacaqsınız, o boyda Turgut Özal demişdi ki, onlar Şiidir. İndi o məsələlər keçmiş məsələlərdir. Yəni. Və təbii ki, siz demişkən, insanlar hansısa bir cəmaətin içində ola bilərlər. Bizim üçün cəmaət, mənim üçün cəmaət həmişə vətənim oldu, ordum oldu. Mənim üçün ən böyük cəmaət ordudur. Vətən təhlükədə olanda gedirsən orduya və işğalçıya qarşı mübarizə aparırsan. Azərbaycan, çox sağ olun. Siz sağ olun. Mən düşünürəm ki, sizi çox, belə deyək, tənqid eləmədim. Hələ biz dostuq, fikirlərimizdir. Azər Əsvət o kəsdi ki, istənilən adam üzünə rahat şəkildə tənqid edir. Ən yaxşısı odur da. Vallahi. Çünki mənim utandığım, çəkindiyim heç nə yoxdur. Yəni, səhv edə bilərəm, əlbəttə siz dediniz. Təbii, ideal yoxdur. Çox sağ olun. Var olasın, minnətdaram. Siz Rekord TV-nin efirində siyasi kod verilişinə baxdınız. Bugünkü qonağım tədqiqatçı jurnalist dostumuz Azər Həsrətidir. Sağ olun, salamat qalın.